Hər birinizi salamlayıram kanalıma və yeni reseptimi izləməyə xoş gəlmisiniz. Sizinlə çox maraqlı bir resept bölüşürəm. Bu resepti ən çox uşaqlı analar bəyənəcək. Reseptimiz üçün bizə lazım olan tərəvəzlər videoda görünür və əvvəlcə soğanımızı doğrayırıq. Bundan sonra brokolini də belə təmizləyirik. Soğanımızı yağla birlikdə qazana əlavə edib bişməyə göndəririk. Bundan sonra kökü də rəndələyirik və soğanın üzərinə əlavə edirik. Tərəvəzlərimiz orada bişərkən biz də kartofumuzu soyuruq və doğrayırıq. Mən çox zaman tərəvəzləri biraz iri formada doğrayıram. Bunun isə səbəbini sonda sizə açıqlayacağım. Kartof və brokolini də tərəvəzlərin üzərinə əlavə edirik. Bundan sonra isə ətimizi hazırlamağa keçirik. Ətin üzərinə gördüyünüz miqdarda yumru düyünü yuyaraq əlavə edirəm və başlayıram yaxşıca qarışdırmağa. Əti də belə qarışdırdıqdan sonra yumru köftələr halına getiririk. Bişən tərəvəzlərimiz artıq bu formada yumşalıb və üzərinə qaynadılmış suyumuzu da əlavə edirik. Suyu çox əlavə etməkdən qorxmayın, çünki içinə ət daxil etdiyimiz zaman ətin yaxşı bişməsi üçün bizə kifayət qədər su lazımdır. Bundan sonra nanə və bir azca da duzunu əlavə edirəm ki, yeməyimiz dadlı alınsın. Yeməyimizi qarışdırırıq və qoyuruq qaynamağa. Bu zaman da biz göyərtilərimizi hazırlayırıq. Mən çox zaman qızımın yeməkləri üçün keşniş və şüyüddən istifadə edirəm və bunları doğrayaraq əvvəlcə yuyuram göyərtilərimi. Bir müddət sularının süzülməyini gözləyirəm. Bundan sonra isə doğrayıb şüşə qabda saxlayıram. Bu formada bir həftə və hətta bir həftədən də çox saxlamaq mümkündür. Siz də yoxlaya bilərsiniz. Artıq qaynayan suyumuza ətimizi də əlavə edib qarışdırırıq və bir müddətdən sonra artıq yeməyimiz hazır olur. Tərəvəzləri mən hər zaman biraz iri saxlayıram ki, qızım bəzən əlinə götürərək yeməyini yemək istəyir. Növbəti reseptlərdə görüşərik. Hələlik.